Salam, hər vaxtınız xeyir dəyərli dostlar. Müəllimlər Birliyi Tədris Mərkəzi Roman Yusufov. Demək bu günləri sizinlə Dövlət İmtahan Mərkəzinin coğrafiya test toplusu 2025-ci il nəşr, yəni ən yeni nəşr. Atmosfer birinci hissə, atmosfer mövzusunda havanın elementləri və atmosfer hadisələri mövzusunda olan testlərin izahına baxacağam. Başlayaq testə. Testə başlamazdan əvvəl ənənəvi qayda. Hər birinizdən gördüyümüz işə dəyər olaraq videonu bəyənməyi və kanala abunə olmağı xahiş edirəm. Əgər məsləhət bilsəz, video sizin üçün yararlı olsa ki, mən inanıram ki, bu yararlı olacaq. Öz digər dostlarınızla da paylaşmağı sizdən tövsiyə edirəm. Demək, başlayaq birinci testdən. Atmosfer cəbhəsi nədir? İki müxtəlif xüsusiyyətli hava kütlələrini bir-birindən ayıran sərhədi deyilir. Qonşu hava kütlələri arasındakı keçid zonası. Yəni ki, deyək ki, müxtəlif xüsusiyyətli soyuq hava ilə isti havanın arasındakı demək soyuq hava ilə isti havanı bir-birindən ayıran, məsələn, ki, bu şəkildə baxsınız, isti hava ilə soyuq havanı bir-birindən, hava kütləsini bir-birindən ayıran sahəyə deyilir, xəttə deyilir. Mütləq rütubətlik 1 kub metr havanın tərkibində olan su buxarının qramlarla miqdarına deyilir. Digər variantlara istəyirsiniz, birinci suala baxaq, ona baxmadıq. Demək, istilik qurşaqları arasındakı sərhəd ola bilməz, başqa tamam anlayışdır. Atmosferin qonşu təbəqələri yox, qonşu hava kütlələri. Təbəqə başqa şeydir. Təbəqələrə belə gedir də, troposfer, stratosfer, mezosfer, termosfer, eksosfer. Yəni bu cəbhə deyil, bunların arasındakı sərhəd deyil. İşıqlanma qurşaqları tamam ayrı anlayışda, atmosferin digər təbəqələrini ayıran, yenə deyirəm, təbəqə yox, hava kütlələri. Mütləq rütubətlik sualına keçir. İkinci sual, mütləq rütubətlik nədir? Var nisbi rütubətlik, bir də var mütləq rütubətlik. Mütləq rütubətlik 1 kub metr havanın tərkibində olan su buxarının qramlarla olan miqdarına deyilir. Olduqca konkret bir cavabı var. Təbii ki, burada cavab C variantıdır. Amma məsələn A variantı niyə deyil? Havada olan su buxarının həcmlə miqdarı bu demək həcmlə yox, çəki ilə olan miqdardır. Ona görə olmaz. 1 kub metr havada çatışmayan su miqdarı çatışandan biz danışırıq. Havanın doyması üçün lazım olan su buxarı yenə də çatışmayanı deyir. Yəni doyması üçün lazım olan su buxarı çatışmayan sudur da. Yəni o da biz faktik olan sudan danışırıq. 1 kub metr havanın tərkibində olan faktik suyun miqdarından. Havanın yağıntı vermə qabiliyyəti aidiyyatı ola bilməz. Məntiqi cəhətdən yaxın olsa daha dərinə izah eləyərdim, amma ki, orada heç bir yaxınlığı yox idi digər variantlarda. Növbəti suala baxaq. Üçüncü sual. Üçüncü sualda deyir ki, havanın temperaturunun sıtqalıq amplitudu. Ümumiyyətlə, amplitud nədir? Amplitud qeydə alınmış temperatur göstəricilərinin ən yüksək həddi ilə ən aşağı həddi arasındakı fərqə deyilir. Yəni, temperaturun sütqa ərzində qeydə alınmış ən yüksək göstəricisindən ən aşağı göstəricini çıxsaq, onda sütqalıq temperaturu amplitudu alınacaq. E variantı cavabdır. Sütqa ərzində havanın temperaturu ən yüksək və ən aşağı göstəriciləri arasındakı fərq. Daimi donuşluğun yaranması bağlıdır. Daimi donuşluq bilirsiniz ki, qütb ətrafı ərazilərdə baş verir. Fasilə verib xəritəni gətirdim. Yəni ki, qütbə yaxın ərazilərdə daimi donuşluğun olduğu sahələr şimal qütbünün ətrafında, bir də cənub qütbünün ətrafında bu sahələrdir. Bəs niyə orada o var? Çünki demək, çox aşağı temperatur var, bir də nazik qar örtüyü. Demək, Antarktidanın üzərində isə qar örtüyü nazikdir, amma buz örtüyü qalındır. Orada qarla buzu səhv salmağa ehtiyac yoxdur. Rütubətin çox olması bitki bitkinin buza da aidiyyəti ola bilməz. Temperaturun alçaq, qar örtüyünün qalın olması, bu qar uzun müddət qar örtüyü ümumiyyətlə qalın ola bilməyəcək qütbdə. Çünki qarın belə bir xüsusiyyəti var ki, qar yağandan sonra o buza çevrilir. Rütubətin istiliyin aidiyyəti ola bilməz, qar örtüyünün qalın, suxurların aidiyyəti ola bilməz. Soyuq atmosfer cəbhəsi, soyuq hava kütləsi, isti hava kütləsinə doğru hərəkət edib onu sıxarsa, sıxışdırarsa, yəni burada soyuq hərəkət eləyərsə, onda soyuq cəbhə əmələ gəlir. Amma isti hava hərəkət eləyərsə, isti cəbhə adlanır. Əgər məsəl üçün hava kütləsindən soyuq istiyə doğru hərəkət eləyirsə, bu sxemdə gördüyünüz kimi sağ tərəfdə, onda soyuq cəbhə adlanır. Soyuq havanın kütlələrinin, bu soyuq hava hərəkət edərək isti havanı sıxışdırarsa, A variantı niyə cavab deyil? Soyuq və isti hava əks istiqamətə hərəkət edərsə, bu stasionar cəbhədir, yəni bu konkret birinə aid deyil. İsti hava hərəkət edərək soyuq havanın, onda isti cəbhə olar, belə olsa. Rütubətli hava quru havanı sıxışdırarsa, rütubətin məsələyə aidiyyəti yoxdur. Soyuq hava kütlələrinin enən axınlarında, yenə də enən qalxan havanın atmosfer cəbhəsinə aidiyyəti yoxdur. Atmosferdə olan azon təbəqəsinin rolu. Günəşdən gələn ultrabənövşəyi şüaların zərərli təsirini azaldır. Yəni, olmasa yer səthinə çox böyük fəsadlar törədə bilər.
İstiliyin, bilirsiniz ki, digər variantlar aidiyyəti olmayacaq. Orada heç yaxınlığı da yoxdur. Ona görə də digər variantlara baxmadım. Sonra 7-ci suala baxırıq. 7-ci sualda deyir ki, demək, biraz sualı böyüdək. Bu şəklə görə belə alınır. Demək, deyir ki, hansı hava şəraitində suqalıq temperatur amplitudu daha böyük olar? Təsəvvür edin ki, bura yer səthidir. Havada bulud olanda bulud gündüz səthin çox qızmağının, gecə isə soymağının qarşısını alır. Belə deyək də, gündüz günəş şüasını qoymur səthə daha çox təsir eləyə. Gecə isə kosmik şaxtanın. Amma bulud olmayanda səth sanki havanın üzəri açıq olur da. Ona görə də gündüz çox isti, gecə çox soyuq olur. Nəticədə suqalıq temperatur amplitudu böyük olur. Yəni buludsuz havadan söhbət gedəcək. Aydın havada buludsuz D variantı. 8-ci suala baxırıq. 8-də deyir ki, hansı hava şəraitində suqalıq temperatur amplitudu kiçik olar? Qeyd elədiyim kimi yalnız buludlu və yağışlı. Yağış burada əsas vacib deyil. Buludlu hava olmalıdır. Aydın hava ola bilməz. Günəşli aydın hava demək olamaz. Quru hava yenə aydın olur. Aydın ola bilməz. Burada yağış sözü olmasa da olardı. Çünki bulud olanda elə heç də hər zaman yağış yağmır. Hərdən buludlu olur, heç yağış yağmır. Amma verilən variantların hamısı səhvdir, o təbii ki, o cavab da olur. Yəni yanlış deyildi. Sadəcə yağışlı ola da bilər, olmaya da bilər. Xəritədə eyni temperatura və təzyiqə malik olan nöqtələri birləşdirən xəttləri müvafiq olan temperaturu eyni olan iqlim xəritələrində temperaturu eyni olan nöqtələri birləşdirən xəttlərə izoterm deyilir. Term temperatur deməkdir. Bilirsiniz, temperature sözü ingiliscə. İzoterm. Atmosfer təzyiqi eyni olan nöqtələri də izobar deyilir. Burada da bar sözünə fikir verin. Barometr, bar. İzobar deyilir. Doğru cavab D variantı. İzoget yağıntısı eyni olan nöqtələri birləşdirir. İzoterm temperaturu idi. İzobat dərinliyi oyunu olan, sonra horizontallar hündürlüyü eyni olan, izoget yağıntı belə-belə. Sutqa ərzində ən aşağı temperatur nə vaxt? Səhərə yaxın. Çünki bütün gecə boyunca səthin soyması davam eləyir. Səhər günəş çıxmazdan əvvəl isə ən aşağı temperatur qeydə alınır. 10-cu sualın cavabı da Y variantı idi. 11-ci sual. Dünyanın ən soyuq yerləri bir Antarktida materikində, Fuji günbəzi stansiyasından, Vostok stansiyası da ola bilər. Şimal yarımkürəsi üzrə isə Sibirdə Oymyakon məntəqəsidir. Görək nə cavab verir? Vostok stansiyası və Skot ola bilməz. Antarktida Fuji günbəzi stansiyası və Oymyakon. Cənub yarımkürəsi və dünya üzrə Fuji günbəzi, təkcə şimal yarımkürəsi üzrə götürsəz isə onda demək Oymyakon Rusiya. Sonra isti atmosfer cəbhəsi. Bayaq o cəbhə barədə mən danışdım. İsti hava soyuq havanı sıxışdırarsa, yəni onun üzərinə hərəkət eləyərsə, onda isti cəbhə adlanır. Soyuq hava hərəkət eləyəndə soyuq cəbhə adlanır. Yəni burada doğru cavab ola bilər. Məsələn, A variantına baxaq. İsti hava ilə soyuq havanı əks etdirən bu deyil. Soyuq hava hərəkət etsə soyuq cəbhə olar. İsti hava sabit vəziyyətdə qalması ola bilər. İsti hava hərəkət edərək soyuq havanı sıxışdırarsa, rütubətin məsələyə aidiyyəti yoxdur. Düzə rütubət olur. Sadəcə isti soyuq cəbhə olmanın şərti deyil. Məsələ orasında. Sonra yüksəliyə doğru atmosfer təzyiqinin dəyişməsi səbəbi. Bax, belə bir sxem çəkə bilərəm. Deyərəm ki, təsəvvür edin ki, bura yer kürəsidir. Baxın, təsəvvür edin ki, bura yer kürəsidir. Yerin cazibə qüvvəsinin təsiri nəticəsindən havanı təşkil edən molekulların səthə yaxın olan hissələrdə sıxlığı çox yüksəkdir. Yuxarıya qalxdıqca molekulların sıxlığı zəifləyir. Nəticədə atmosfer təzyiqi də azalır. Yuxarı səbəb budur. Yəni ki, yer çəkiminin, yer cazibə qüvvəsinin təsiri təbii ki, burada önəmli rol oynayacaq. Doğrudur, havanın sıxlığı aşağı hissədə çox olur, yuxarıda az. C variantıdır. Yəni C variant olmanın səbəbi o idi. Yəni belə deyək. 14-cü suala baxacağıq. Deyir ki, temperatur, təzyiq və rütubəti ölçən temperaturu termometr ölçür, təzyiqi izobarometr ölçür daha doğrusu. Rütubətli isə psixrometr də ola bilər, higrometr də ola bilər. Bu sual olduqca konkret bir cavabı var, net bir cavabı var. Ona görə bunun cavabı olacaq Y variantı, dediyim arzuluğuna verilib. Bəs A niyə deyil? Higrometr rütubəti ölçür, ilk olaraq termometr verməli. Fliger rütubət küləyin sürətini ölçür, barometr atmosfer təzyiqini ölçür, termometr düz gəlmişdir. İkincidə təzyiqi seismoqraf ölçmür, seismoqraf zəlzələnin gücünü ölçür. Elə birincidə temperatura, termometrə gördünüz ki, barometr, fliger, barometr bunların heç biri düz gəlmədiyinə görə o variantlar çıxılır. D variantında termometr düz gəlmişdi, orada da atmosfer təzyiqinə seismoqraf səhv getdi. Ona görə. Həm də ki, konkret cavabı da var idi o sualın.
Duman və buludun əmələ gəlməsi ümumi cəhət soyuqlaşması. Ümumiyyətlə isti hava soyuyarsa, soyuma kondensasiya prosesinə gətirib çıxardacaq. Yəni havada olan su buxarının, bax adi həyatda su buxarının maye şəklə keçməsinə səbəb olacaq. Bu da kondensasiya adlanır. Doğru cavab deyil. Baxın, istənilən bir insandan soruşun ki, buxarlanma nədir? O demək olar ki, ona hamı cavab verə bilər. Deyəcək ki, suyun maye halından qaz halına keçməyi. Kondensasiya bu prosesin tərsinə olan prosesdir. Demək, əgər biz bir məkana isti su qoysaq və oranı istiləndirsək, buxarlanma baş verər. Düzdür? Demək, neynədir? Sindirdik, buxarlanma alındı. Sonra havanı soyutsaq, havadakı buxar kondensasiya olur. Su damcılarına çevirib geriyə qayıdıb yağış yağar. Demək, maye halından, buxar halına keçid istiləndirəndə baş verir. Bu buxarlanma adlanır. Hava tərs bir prosesi, o isinmənin tərsi. Soyudanda isə, hava soyusa, demək, onun içərisində olan su buxarı maye halına keçib kondensasiya baş verəcək. Sxemdə əks olunub antisiklon, şimal yarımkürəsinin antisiklonu idi özdə. Antisiklonun aid burada sxem var. Sizin keçdiyiniz tədris vəsaitlərin düşünürəm ki, bəlkə də tamamında bu olub. Belə bir barədə şimal yarımkürəsi bu idi. Şimal yarımkürəsinin antisiklonu idi. 17-ci suala bax, külək gülü nədir? Ərazidə hakim küləyin istiqamətini ölçmək üçün qrafik sxemdir. Yəni, hakim külək bilirsiniz nə deməkdir? Yəni, ərazi üzrə ən çox əsən küləkdir. Hakim küləyin istiqamətini təyin etmək üçün keçmişsiniz kitabda onun sxemi var idi. Daimi küləklərə aiddir. Burada xəritəsi var. Mən o xəritəsində sizə göstərəcəm. Passatlardır. Bu elə burada gördüyünüz passat küləklərdir. Qərb küləyi. Onun bütöv bir sxemi də olmalıdır. Bir saniyə. Hə, daimi küləklərini burada sxemimə yerləşdirdim. Həm adları da var. Passat küləklərdir bunlar. Bunlar qərb küləyidir. Bunlar isə şimal-şərq, bu isə cənub-şərq küləyidir. Şimal-şərq, cənub-şərq küləkləri birlikdə qütb küləyi adlanır. Olacaq passatlar, qərb küləkləri, bir də şimal-şərq, cənub-şərq küləkləri. Yəni, ümumilikdə qütb küləkləri deyə bilərsiniz. Yenə də bunun da konkret bir cavabı var idi. Ona görə də o bir variantları bilmədim. Sonra keçirik növbəti suala. Demək, 9-cu sual. Passat küləklərin qərbə meyl etmə səbəbi. Nəyi soruşur? Deyir ki, məsələn, burada passat küləkləri var. O sxemə baxsaq, elə o aşağıdakı sxemdə də açıq var idi, orada baxa bilərdik. Bunu soruşur. Deyir ki, məsələn, bu passat küləklər tropik enliklərdən ekvatora doğru gəlir də. Nəyə görə belə necə deyim mən onu, direkt gəlmir də, birbaşa gəlmir. Sadəcə əyilir bu tərəfə. Səbəb nədir? Yer kürəsinin öz ox ətrafında fırlanması nəticəsində əmələ gələn Karelska'nın, yəni meyl etmə qüvvəsinin təsir nəticəsində elə alınır. Doğru cavab olacaq, görək. Yerin öz ox ətrafında hərəkəti D variantı. Qərb yarımkürəsində alçaq təzyiq, təzyiqin aidiyyəti yoxdur. Şərq yarımkürəsində yüksək, yenə deyirəm, təzyiqin aidiyyəti yoxdur. Qərb yarımkürəsi su səthinin geniş olması aidiyyəti yoxdur. Şərq yarımkürəsi quru sahəsinin geniş ərazi tutması. Bu doğru fikirdir, amma bu işə aidiyyəti yoxdur. Sonra atmosfer yağıntısı havadan yer səthinə tökülən bərk və boş, yumşaq halda da, yəni həm buxar maye halında, həm də bərk halda düşən demək sudur. Kimdən soruşsanız mənə suala cavab veriblər. Yer səthinə yaxın sıx duman yağıntı yarım yağıntıdır. Kosmosdan gəlmir yağıntılar, havadan asılı halda olan su buxarı asılısa demək yağmayıb hələ. Demək ki, yağıntı deyir. Buludlar arasında yaranan su buxarı mübadiləsi məsələyə heç bir aidiyyəti yox idi. Demək, 21-ci suala baxacaq. Başlayaq, baxaq. Sualı biraz ekrana uyğun qoyaq. Davam edirik. Demək, doymuş hava. Müəyyən temperatur şəraitində, məsələn, havanın temperaturu asılı olaraq 1 kub metr havanın rütubət götürmək qabiliyyəti dəyişir. Yəni ki, deyək ki, 1 kub metr ölçüdə bir hava təsəvvür edin. Onun götürə biləcəyi suyun miqdarı 20 dərəcə Selsidə məsələn 17 qram ola bilir. 30 dərəcə Selsidə müsbət. Selsi. 30 dərəcə Selsidə olur 30 qram. 0 dərəcə Selsidə isə demək, mənfi 30 daha doğrusu. Mənfi 30 dərəcə Selsi temperaturda isə 1 qram. Yəni, temperatur dəyişəndə havanın rütubət götürmək qabiliyyəti də dəyişir. Deyir ki, müəyyən temperatur şəraitində 1 kub metr havada ola biləcək, mümkün ola biləcək qədər su buxarına demək, varsa, yəni deyək ki, hava götürə biləcəyi maksimal hədd qədər götürübsə, bu zaman o doymuş hava sayılır. Tərkibində mümkün ola biləcək qədər su buxarı olan havadır. Yer səthində təzyiq qurşaqlarının yaranmasının səbəbi yer səthinin günəş şüaları tərəfindən qeyri-bərabər qızması nəticəsində yaranan təzyiq qurşaqlarıdır. Çünki günəş yer səthini qeyri-bərabər qızdırır.
qeyri-bərabər qızdığına görə, məsələn, soyuq ərazilərdə bir ayrı təzyiq sahəsi olur, istidə bir ayrı. Digər başqa səbəbləri də var, lap dəqiq desək. Sonra enən qalxan havanın da təsiri var. Ekvatorial enliklərdə alçaq təzyiqin olmasının səbəbi odur ki, günəş şüası ekvatora böyük bucağı altında düşdüyünə görə ekvatoru çox isindirir. Nəticədə qızmış hava, istilənmiş hava yuxarıya doğru qalxır. Ona görə doğru cavab il ərzində yer səthinə qalxan hava axınlarının üstünlüyü bu mən dediyim sual belə olsaydı ki, məsəl üçün ekvatorda niyə hava qalxan havadır? Cavab odur ki, günəş onun böyük bucağı altında qızdırır ona görə. Bizdə sualda soruşur ki, ora niyə alçaq təzyiqdir? Çünki səbəb odur ki, qalxan havadır. Hava qalxanda biraz yüngülləşmə alınır da, hava yüngülləşir. Ona görə doğru cavab C-dir. Daha çox yağıntı düşməsi bu nəticədir, səbəbi enən hava deyil, qalxan havadır. Okeanların geniş sahə tutmasına aidiyyəti yoxdur, okean cərəyanlarının aidiyyəti yoxdur. Bulutsuz aydın havada, bax fikir, iki şərtimiz var. Biri bulutsuz havada, bir də hava şəraitində, bir də müsbət 6, gecə isə mənfi 3 olarsa. Bilirsiniz ki, hava soyuyanda yağış yağır. Demək, müsbət 6-ya baxmayacaq. Burada mənfi 3 olanda yağacaq. Mənfi temperatur olacaqsa, demək, yağışla şey ola bilməz. Çünki mənfidir axı temperatur. Deyir ki, bulutsuz hava olduğuna görə təbii ki, qrovla qar dolu da ola bilməz. Qrovla, yox, bir dəqiqə. Bulutsuz dediyinə görə, yəni dolu buluddan yağır, bir də qar buluddan yağır. Demək, həm bulutsuz havada yağan, həm də donmuş halda yağan yağıntı qrovdur. Doğru cavab A. İllik temperatur amplitudunun daha az olduğu, temperaturun il ərzində dəyişmədiyi ərazini bizdən soruşur və sonra hara ola bilər? Ekvatorial ərazilərdə temperaturun illik gedişatı 25, indi 24 də yazılır, 28 dərəcə Selsi. Suda 1 dərəcə temperatur fərqlənir, quruda 5 dərəcə. İndi kitablarda son dövrə rast gəlməmişəm bu statistik məlumat, amma belə olmağına belədir. Kalimantan adası ilə Amazon ovalı hər ikisi ekvatorial iqlim qurşağında yerləşdiyinə görə, bilirsiniz ki, dediyim kimi ekvatorial ərazidə temperatur az dəyişir. Ona görə də doğru cavab baxın. Kalimantan adası o biri nə idi? Amazon ovalığı ekvatorun üzərində yerləşir. 26. İllik temperatur amplitudu daha yüksək oldu. Mülayimin ümumiyyətlə yer kürəsində fəsil, baxın, mülayimi deyirlər ki, mülayim iqlim qurşağı fəsillərin aydın növbələşdiyi iqlim qurşağı. Bu nə deməkdir? Yəni o deməkdir ki, bu sözün mənası odur ki, aydın bir-birindən fərqlənən, yəni dəyişkən bir fəsli olan bir iqlimdir də. Hə. Mülayim iqlim qurşağının içərisində də temperaturun daha çox dəyişdiyi onun bulutsuz tipidir, kəskin kontinental. Yəni burada konkret olaraq Qobi və Orta Sibir yaylasından söhbət gedəcək. 26-cı cavabı Y variantı. Qütb ətrafı əraziləri mən sizə deyim ki, konkret bunun cavabı var. Təxminən 150-140 mm yağış yağır, 100 mm-də buxarlanma qabiliyyəti var. Buxarlanma qabiliyyətinin az olmasının səbəbi çox soyuq olmasıdır. Sonra keçdik. Yağıntının az olması da enən hava olmasıdır. Belə bu qədər yəni ona görə. Çünki məsələn bax burada bax 1200 buxarlanma qabiliyyəti, Y variantına baxın. Qütbdə bu qədər buxarlanma qabiliyyəti o 2000, 500, 600. Bunlar qütb soyuq bir ərazidir. O ərazi üçün təbii ki, kifayət qədər böyük olardı. Yəni o qədər buxarlanma qabiliyyəti ola bilməz. Bilirsiniz ki, rütubətləmə misalında kəsirin məxrəcində buxarlanma qabiliyyəti dayanırdı. Sürət yağıntını göstərir bu hissə. Aşağı buxarlanma qabiliyyətini o barədə deyirəm. Sonra rütbətindən misal hansı gözün çay şəbəkəsinin sıxlığı daha az olur. Yəni çay şəbəkəsi az olmaq üçün yağış az olmalı. Axı sürətdə yağıntıdır, bax burada yağıntı çox demək bu deyil. Və burada da kifayət qədər yağıntı var, lap da az deyil. Müqayisədə var bir xeyli. 600 xeyli yağıntıdır, 500 xeyli, amma 100 mm göz çox azdır. Yağıntısı ən az olan variantı götürək. Yəni bu variantların içərisində əvvəl göz gəzdirib yağıntılara baxırıq. Sonra o yağıntıların içərisində ən az olanı hansısa o bizim sualımızın cavabıdır. Təbii ki, burada doğru cavab budur. Bunlar isə hamısı səhv cavablardır. Növbəti sual, bir-birinə yaxın olan dağ zirvələrinin mütləq hündürlükləri biri bu qədər, digəri isə bu qədər bərabərdir. Onlar arasındakı atmosfer təzyiqinin fərqini bizdən soruşur. Bilirsiniz necədir? Demək, atmosfer təzyiqi hündürlüyə qalxdıqca hər 10 metr qalxanda 1 mm civə sütunu atmosfer təzyiqi azalır. Düzdür? Civə sütunu azalır. İndi burada 2 rəqəmin birini, 2 ədəddən birini o birini çıxsaq, 2370 çıxsaq, burada 1630 alınacaq. Onda metr. Onda belə alınır ki, 1 metr, əgər baxın, 10 metr 1 mm civə sütunsa, demək bunlarda 1 0 qədər fərq var da. Bir dənə 0 götürsəz, 163 mm civə sütunu onların arasında
fərq alınacaq. 29-da A idi. 30-cu sual. Kilimanjaro dağının, bilirsiniz Kilimanjaro dağı Afrikanın ən yüksək zirvəsidir. Və orada temperatur görək nə qədərdir Afrikanın? Yox, daha doğrusu Kilimanjaro. 5895 metr oranın hündürlüyü var. Dəniz, bir dənə dağın şəklini çəkək. Dəniz səviyyəsindən 1200 metr yüksəklikdə bu Kilimanjaro dağıdır. Hündürlüyünü də burada qeyd eləmişəm. 5895 metr. Bu hissədə atmosfer təzyiqi 640 mm civə sunudur. Bizdən soruşur ki, olduğunu bilərək 5000 metr yüksəkliyi olan hissədə bizdən atmosfer təzyiqinin ümumilikdə atmosfer təzyiqi nə qədər olduğunu soruşur. Burada Kilimanjaro'nun hündürlüyünün sözün düzü heç nəyə lazım olmadı. Demək 1200 metr ətəyi bizə verilib, bizdən 500'ü soruşur. Və orada atmosfer təzyiqi də var, millimetr civə sunudur. Ondan inir, yazırıq 5000 metr, çıxaq 1200 metr, oradan alınır 3800 metr. Alınır ki, bu iki məntəqə arasındakı hündürlük fərqi 3200 metrdir. Nəzərə alsaq ki, 10 metr qalxanda atmosfer təzyiqi 1 mm civə sütunu düşür. Bunu nəzərə alsaq, onda görürsünüz ki, metri ilə civə sütunun arasında bir dənə 0 qədər fərq var. Yəni 3800 metrin bir sıfırını silərik. Demək, bu arada 380 mm civə sütunu, atmosfer təzyiqi, civə sütunu fərq var. Aşağıda 640'ın var axı konkret qiyməti. 640 burada bizdə var. Yuxarı hissəni tapanda buranı yazırıq 640. Yuxarıya qalxanda atmosfer təzyiqi azaldığına görə ondan 380 çıxırsınız. Doğru cavab 260 mm civə sütunu olaraq alınır. Bu bizim yekun cavabımız olur. B variantı. 31-ci sual. Hansı məntəqələr arasındakı külək daha zəif olur? Ümumiyyətlə uşaqlar, külək yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə baş verən hava axınına deyilir. Yəni ki, demək, külək yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə hava axınıdır. Əgər iki məntəqə arasındakı təzyiq çox fərqlənsə, onda güclü külək isə bu zəif soruşur. Zəif soruşursa ya MB, məsələn 65 mm civə fərq var, ya bununla bunun arası, ya bununla bu, ya bununla bu. Ya elə olsun ki, az fərq olsun. Məsələn, PO var mı? Görək, MN var. Yox, az çox da. Zəif küləkdir. Yaxın hərflər hansılar görək var? PN, PN ola bilər A variantı. Çünki onlar bir-birinə çox yaxın. Biri 700 idi, biri də 750 mm civə sütunudur. Yəni onların atmosfer təzyiqi bir-birinə yaxınlaşacaq. Doğru cavab A variantı. İkincidə güclü külək istəyir. Demək ki, biri çox fərqlənməli. 750 bu, 770 burada MN olar yəqin ki, cavab. Y variantı baxırıq ki, doğru cavabdır. Sonra verilmiş, bu bayaqlar bu sual var idi. Bu antisiklondur bu. Bilirsiniz, Şimal Amerikasının antisiklonudur. Antisiklon. Bu antisiklona aid nə deyəcək? Antisiklon olan yerdə bulutsuz aydın hava olur. Çox bulutsuz və aydın hava şəraiti mövcud olur. Ona görə də antisiklon ümumiyyətlə yağıntı bir yer deyil. Sinklon olanda yağıntının miqdarı çox olur. Əgər aydın bulutsuz hava olsa, demək düz radiasiya olacaq. Çünki bulutsuz hava olanda radiasiya da düz olurdu. Doğru cavab 33-cü sualda Y-dir. Demək, 34-cü suala baxırıq. 34-cü sualda bu Şimal yarımkürəsinin sinklonudur. İstəyirsiniz, mən onu sıxayım, gətirim ekrana. Artıq ekranınızdadır. Demək, bu hissədə görürsünüz ki, baxın, bu budur. Şimal yarımkürəsinin sinklonudur. Sinklonda da necə olur? Rütubətli, yağıntılı hava şəraiti olur. Əgər rütubətli, yağıntılı olacaqsa, demək, nə olar? Buludluğun az olması yox, çox olur. Nisbi rütubət çox olur. Buludluğun artması, bəli, C variantı doğru cavab ola bilər. Çünki yağıntılı bir iqlim şəraiti olur ona görə. Rütubətlənmə misal hansı göstəricisində fiziki göstəricisində suxurların fiziki aşınması daha intensiv gedər. Yəni ki, güclü gedər. İntensiv, yəni güclü. Kəsilməz, ardı kəsilməz. Yəni fasiləsiz, güclü, o məna, davamlı, o mənaları verir. Demək, 35-ci suala baxırıq. Əgər fiziki aşınmanın harda olduğunu bir dənə fikirləşək, fiziki aşınma daha çox olur səhralarda, bir də yarım səhralarda. Biz elə rütubətlənmə misalı göstəricisi seçməliyik ki, kəskin sürətli yağıntını göstərir. Məxrəc buxarlama qabiliyyəti. Səhra istəyiriksə yağıntı az olmalıdır. Burada 1200'ü çıxırıq. Burada bu variant C variantında 500'ü çıxarıq. Burada 100'dür, amma buxarlama qabiliyyəti də çox azdır. Ona da fikir versək, demək onu da çıxarıq. 300 də azdır, amma buxarlama qabiliyyəti azdır. Amma Y variantında yağıntının miqdarı çox azdır, buxarlama qabiliyyəti çox yüksəkdir. Bəs niyə yüksək? Çünki istidir.
Bəs niyə azdır? Çünki qurudur. İsti quru yerə də səhra deyilir. Demə doğru cavab yerin. 36-cı sualda soruşur ki bizdən, demək rütubətli məmsalın hansı göstəricisində suxurların kimyəvi aşımı yağıntının çox olduğu yerdədir. Yəni müqayisədə kəsin sürət və məxrəcinin müqayisəsində yağıntının miqdarı çox olmalıdır. Baxırıq ki, məsələn, məxrəc böyüdür, burada bərabərdir. Burada B variantında isə sürət, yəni yağıntının miqdarı daha çoxdur. Demək 36-cı sualın cavabı B variantıdır. 37-ci suala baxaq. Havanın stükalıq temperatur amplitudu daha böyük olduğu məntəqə. Bilirsiniz uşaqlar, demək buludlu hava şəraitində havada bulud çox olanda amplitud az olur. Ona görə də biz bu sualda fikir verməliyik ki, hansı ərazidə buludun miqdarı çoxdur. Demək, yox, daha doğrusu azdır. Çünki əgər amplitud çox olacaqsa, demək bulud olmasın. Dəniz kənarıdır. Dağın dənizə baxan yamaclarında həmişə bulud yağıntı çox olur. Ona görə bu hissələr çıxar. Amma hava inərkən buradan dağın üstündən, dəniz tərəfdən təsəvvür edin ki, hava kütləsi hərəkət elədi quruya doğru. Burada qalxarkən yağıntı verəcək, qalxdı yağıntı verəcək. Dağın əks yamacına enəndə, məsəl üçün Təkləməkan səhrası belə əmələ gəlir. Enərkən demək hava istilənəcək, molekullar bir-birindən aralaşacaq, nəticədə hava isti quru olacaq, səhra əmələ gələcək Y variantı. Səhradırsa düz radiasiyadır o səbəbdən. İkincidə deyir ki, havanın stükalıq temperatur amplitudunun kiçik olduğu məntəqə. Amplitud o vaxt kiçik olacaq ki, dənizə yaxın olsun. Yəni buludlu, yağıntılı bir ərazidən söhbət edəcəyik. Burada demək dənizə yaxın, daha buludlu bir ərazini cavab olaraq götürməliyik. Doğru cavab Y. Biri götürürsüz cavabı. Dənizin sahili də daha buludludur. 2-də də biraz bulud var, amma A1 dənizə daha yaxındır. Şimal yarımkürəsində hava kütləsinin yayda şimala, qışda isə cənuba doğru hərəkət eləməsi. Burada nədən söhbət edir? Yayda məsəl üçün ekvatorial hava kütləsinin xüsusiyyəti şimal subekvatoriala keçir. Tropik hava kütləsinin xüsusiyyəti şimal subtropika keçir. Mülayim ki, subarktika keçir. Bunu deyir ki, niyə belə hərəkət var? Həmin hərəkətin səbəbi günəşin zenit vəziyyətinin dəyişməsidir. Günəşin zenit vəziyyəti şimala doğru dəyişir. O səbəbdən də havanın, demək, hava kütlələri öz yerini dəyişir. Digər variantlara baxsaq, niyə deyil? Məsələn, bəlkə kiməsə çaşdıraq. Materik okean arasında təzyiq fərqlənəndə musson küləyi olur. Məsələn, bunun aidiyyəti yoxdur bu səbəbdən. Okean cəryanının istiqaməti ilə ərzinin dəyişməsi, cəryanın, məsəl üçün, hava kütlələri hərəkətinin dəyişməsinə aidiyyəti yoxdur. Tropiklərdə yayda ekvator nisbətən isti olması, yəni bu da cavab deyil təbii ki. Şimal yarımkürəsinin su sahəsinin kiçik olmasının məsələyə aidiyyəti yoxdur. 40-cı sual. Yer səthinin atmosfer təzyiqinin qeyri-bərabər paylaması nəticəsində atmosfer sirkulyasiyası baş verəcək. Y cavabı nə deməkdir? Mənasını izah edeyim. Yəni hava kütlələrinin ümumi yer dəyişməsi baş verəcək. Lap dəqiqini bilmək istəsəz, atmosfer sirkulyasiyasına aid burada bir sxema olmalıdır məncə. Bir dəqiqə səbir edin, mən o sxemi sizə göstərəcəm. Atmosfer sirkulyasiyası. Bax budur. Atmosfer sirkulyasiyası odur ki, ekvatordan hava kütləsi qalxış yuxarıdan antipasat formasına tropiklərə gəlir, enir tropikdə aşağı 30 dərəcədə baxın. Sonra belə geriyə qayıdır, sanki bir dövrə əmələ gəlir. Sonra həmin dövrənin biri də bu məsəl üçün cənub yarımkürəsi şimalda baş verir. Hava kütlələrinin burada ümumi yer dəyişməsini biraz analiz edin bu sxemi. Mənim fikrimi düşünürəm ki, başa düşəcəksiniz. Okean səviyyəsinin dəyişməsinin aidiyyəti yoxdur. Günəş şüalarının qeyri-bərabər düşməsi düşmə bucağına bağlıdır. Materik okeanlar sahəsinin dəyişməsi tektonik proseslər yerin daxilinə bağlıdır. Temperaturun coğrafi enliklər üzrə dəyişməsi isə nəticədir. Deyək ki, buxarlama qabiliyyəti hansı halda artar? Havanın temperaturu buxarlama qabiliyyətini belə başa düşürəm. Elə bir quruma qabiliyyəti. Hava necə olsa tez quruyar. Yəni islanmış bir səth tez quruyar. Təbii ki, temperatur artsa. Yəni qalan digər variantların heç mənası yoxdur. Heç ona baxmadım. Asan sual idi əslində. Sonra 42-ci sualda deyir ki, illik temperatur amplitudunun stükalıq amplituddan böyük olduğu ərazi. Bilirsiniz, bu ayaqlar mən o barədə danışdım. Mülayim iqlim quşağı ilə şəkildə də qalıb. Mülayim iqlim quşağı bu ərazi. Mülayim iqlim quşağı fəsillərin aydın növbələşdiyi bir iqlim quşağıdır. Onun içərisində də bu Sibir bölgəsi demək daha çox kontinental buludsuzdur. Ona görə də orada illik amplitud, temperatur amplitudu maksimal həddə çatır. Orta Sibir yaylası 42-ci sualın doğru cavabı. Bulud olmayanda temperatur çox fərqlənir. Mülayim iqlim quşağında da illik amplitud laf fərqlənir.
Daimi küləklərin yaranma səbəbi alçaq və yüksək təzyiq qurşaqları arasında baş verən hava axınlarıdır. Məsələn, biraz mahiyyətinə varsaq, onda deyə bilərəm ki, sizə ekvatorial bu qırmızı ərazi alçaq təzyiq sahəsidir. Bura tropik yüksək təzyiq sahəsidir. Bura mülayim alçaq təzyiq sahəsidir. Qütb yüksək təzyiq sahəsi. Alçaq təzyiq sahəsinə doğru yüksək, məsələn, tropik yüksək təzyiq sahəsi mülayim alçaq, tropikdən ekvatora doğru hava axını baş verir. Sonra keçdik. Mülayim alçaq təzyiq, tropik yüksək, tropikdən həm də mülayimə doğru hava axını baş verir. Qütb yüksək təzyiq, mülayim alçaq, qütbdən mülayimə doğru hava axını baş verir. Yəni aşağıda sxemdə oxlarla göstərilib bu havalar, hava kütlələri, daha doğrusu daimi küləklər. Şimal-şərq küləyi, cənub-şərq küləyi, şimal passatı, cənub passatı, qərb küləkləri şimal yarımkürəsində, bir də cənub yarımkürəsində. Təzyiqin müxtəlif olmağı səbəbdir. Alçaq, daimi alçaq və yüksək təzyiq qurşaqları arasında yaranan təzyiq fərqi doğru cavabıdır. 43-də A-dır. Musson küləklərin yaranma səbəbi. Musson ərəbcədən tərcümədə mövsüm deməkdir. Yayda, musson küləkləri yayda şərqi, cənub-şərqi Asiyada, bir də Şimali Amerikanın bu Florida hissəsində, bu hissəni mən deyirdim, bu ərazilərdə yayda okeandan quruya doğru külək əsir və bol yağıntı gətirir. Bu çox önəmli bir məlumatdır. Bunu məncə yadda saxlayın. Çünki hidrosfer mövzusunda çaylar nə vaxt daşır sualında da deyəcəksiniz ki, okeandan quruya demək külək əsir ona görə. Şərqi, cənubi, cənub-şərqi Asiyada. Qışda isə demək həmin hava kütləsi geriyə doğru belə bu cür əsir. Qurudan okeana doğru əsir. Burada da eyni vəziyyət. Yayda bu cürdür, belə, qışda isə əksinə. Buna deyilir musson küləkləri. Okean və materiklər üzərindəki yaranma səbəbi yer səthinin qeyri-bərabər qızmasına görədir. Yəni okeanla qurunun materikin eyni dərəcədə qızmamasına bağlıdır. Okean və materik üzərindəki hava kütlələri arasında yaranan atmosfer təzyiqinin fərqlənməsidir. Bəs fərqlənməsinin səbəbi nədir? Çünki qeyri-bərabər qızır. Məsələn, okean suyu gec qızır, gec soyur. Torpaq tez qızır, tez soyur. Ona görə təzyiq fərqlənir. Buxarlanma qabiliyyəti daha aşağı olan soyuq ərazilər cavabıdır. Çünki buxarlanma qabiliyyəti temperatura bağlıdır. Soyuq ərazilər bizim sualımızın cavabıdır. LS cavabı B variantı 45-də. 46-cı suala baxırıq. Deyir ki, Atakama səhrasında olmasa, istənilən bir ərazidə, indi bulutsuz hava deyir ki, gün ərzində temperatur dəyişkənliyinə bir şübhə yaranmasın. Sualın bulutsuz olmağı biraz daha aydın olur sual ilə olanda. Demək, günün saatları da səhər 6-da soyuqdur. Günortaya qədər temperatur günortadan sonraya qədər. Biz elə keçmişdik yaxı ki, ən yüksək temperatur 12-də yox, 12-dən saat 2-3 radələrində, yəni 14-15 radələrində olur. Günortaya qədər temperatur, sadə dildə desək, günortaya qədər temperatur artır, sonra azalır. Ona görə doğru cavab C-dir. Sonra deyir ki, temperaturun inversiyası nədir? Temperaturun inversiyası normal nədir? Onu desək, inversiyanı deyə bilərik. Yuxarıya doğru getdikcə normalda hər demək 100 metr qalxanda, 100 metr yüksəliş olanda atmosferin temperaturu 1 dərəcə Selsi artır. Buna deyilir azalır. Buna deyilir temperaturun yuxarıya doğru normal gedişatıdır. Əgər əksinə yuxarı getsə temperatur azalmalıdır da, dedik 100 metrə 1 dərəcə Selsi azalır. Azalmaq əvəzinə əksinə artırsa, yəni tərs gedirsə. Ümumiyyətlə bir hansısa bir hadisənin tərs gedişatına deyilir. Yəni yuxarıya doğru temperaturun artması yox, əksinə azalması yox, əksinə artmasına inversiya deyilir. Dilim dolaşdı, 2-3 dəfə eyni şey səhvdir. Demək, yuxarıya doğru qalxdıqca hər 100 metr qalxanda normalda 0.6 dərəcə Selsi temperatur azalır. Müəyyən texnik səhvlər dedim burada, ona görə bir də təkrarlayıram. Yuxarıya doğru qalxdıqca 100 metr qalxanda 0.6 dərəcə Selsi temperatur azalır. Bu normal haldır. Buna inversiya deyilmir. Əksinə yuxarıya doğru getsin, temperatur artsa bu inversiya olacaq. D variantı doğru cavab. Sutka ərzində ən yüksək temperatur müşahidə olunur. Bayaq dedim, günortadan 2-3 saat sonra. Yəni günorta saat 12 sayılır, 2-3 saat sonra da 14 və yaxud 15 sayılacaq. Ola bilər ki, sualı o cür versinlər, ona görə yazdım. Doğru cavab B. A məntəqəsinin temperatur skalı gedişi verilmişdir. Orada orta skalıq temperatur tapılır. Orta skalıq temperatur tapılarkən sutka ərzində 8 ölçmə aparılır. Həmin o 8 ölçmənin nəticəsi toplanılır. -2, üstə gələn -5, üstə gələn -6. Burada olacaq nə qədər?
Demək ki, mənfi 13'imiz var. Mənfi 13 yazıram bir yere, yaddan çıxmasın. Sonra 4, 8, 12, 10, 7 bunları da topluyoruz. 12, 12, 24, 32, üstüne de 7 gəlsə 39. Üstə gələk 39. Yəni hamısı cəmlərin üst-üstə buradan alınacaq 26. Sonra da həmin nəticəni, alınan nəticəni bölürük 8 ölçmənin nəticəsinə. Cavab alınır 3,25 səhv eləmirəmsə, ya da ki 3,5. Bir də görün nə söz elədik. Demək 7 buradan 6, 10, mənfi 13. Mənfi 1, 11, 21, 28 alınır bəli. 28 alınır, o da 3,5 eləyir. Doğru cavab olacaq A variantı. 49 həll elədik. 50-ci suala baxaq. 50-ci sualda Ankara şəhərinin temperatur skalı keçişi verilib. Orta skal temperatur tapın. Daha bunu həll eləmirəm. Sizin özünüzə saxlayıram. Hamısının üst-üstə gəlin. Mənfiləri bir, müsbətləri bir. Yəni mənfi ilə müsbəti müsbətləri toplayıb onlardan mənfiləri çıxacaqsınız. Alınan nəticəni 8-ə böləcəksiniz. Doğru cavab nə alınsa sizin sualın cavabı olacaq. 51-ci suala bax, yəni eyni sualın təkrarı idi, ona görə daha yazmadım. Çox da asan sual idi həm də. Sonra zirvələri daimi qar xəttindən aşağıda yerləşən dağlar. Yəni ki, yerləşdiyi ərazinin iqlim xüsusiyyətinə görə elə bir dağ seçməliyik ki, kifayət qədər onun hündürlüyü olsun. Doğru cavab elə A variantı. Aşağıda yerləşən deyir, yox. Yuxarıda sağ olardı. İsti ərazidə yerləşən alçaq dağlar cavab olacaq. Məsələn, Kap dağları Afrikada kifayət qədər subtropik iqlim qurşağında, kifayət qədər isti bir yerdədir, amma elə də hündür dağ deyil. Demək ola bilər Drakon, yəni əjdaha dağları. O da həmçinin, böyük su ərazidə həmçinin. Hər üçü isti, kifayət qədər isti iqlimdə yerləşirlər, amma buna baxmayaraq onların elə də böyük hündürlüyü yoxdur. Qafqaz hündür dağdır, buzlağı var, Himalay həmçinin, Alp dağlarında da həmçinin. Yer gəlmişdən Alp dağları turizm zonası idi. Orada xizək sürməyə gedirlər. Buz olmasa nəyə gedirlər ki? Ən hündür zirvəsi daimi qar xəttindən yuxarıda yerləşən hündür dağlar cavabdır. Drakon dağı deyir əjdaha. Dediyim kimi əjdaha dağları, Drakon dağları elə də hündür dağ deyil. Burada doğru cavab B olacaq. Çünki hər bir dağın burada hündürlüyü kifayət qədər var. Bir dənə baxın. Hə, yox, burada Kopet elə də hündür dağ deyil. Demək, burada Kopetə görə bunu çıxarıq. Çünki Kopet dağı İran Türkmənistan sərhədində elə hündür deyil. Elə siz onun rəngindən də bilərsiniz. Baxın. Məsələn, bu deyəndə fikirləşirsiniz ki, bu nə biləyək, bu elə hündür deyə yox. Baxın, rənginə baxın, elə də hündür, tünd bir rəngi yoxdur. Onun hündürlükləri konkret cədvəli də var idi. Oradan da bilərsiniz. Ahbalas dağları da elə hündür dağ. Elə rəngindən bilmək olar. Baxın, rənginə bir dənə fikir verin, görəcəksiniz. Sonra Qafqaz Alp Kordilyer həmçinin hündür dağlar idi. Ona görə doğru cavab odur. Burada da Kap dağları hündür deyildi. Ona görə də onun Y variantı da çıxıb. Bütün variantları çıxdıq. Nisbi rütubətin artması səbəb olur. Əgər havanın nisbi rütubəti artsa nə baş verəcək? Onu bizdən soruşur. Havanın nisbi rütubəti artsa havanın temperaturu kəskin artır. Temperatur artsa nisbi rütubət azalır. Çünki temperatur artanda yağış yağmır. Nisbi rütubət artması havanın yağış yağmaq həddinə gəlməsinə deyilir. Yəni bu yadda saxlamaq lazım. Vacib məlumat. Havanın doyma həddinə yaxınlaşacaq və sonra da təbii ki yağış yağacaq. B variant doğrudur. Yağış yağma imkanı artar. Burada azalır yazır. Kontinental yox, rütubətli hava yaranar. Kontinental quraq deməkdir. Donuşluğun məsələyə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi. Nisbi rütubətin azalması havanın quraqlaşması deməkdir. Yəni ki, yağış yağmaq vəziyyətindən uzaqlaşmaq deməkdir. Burada nə ola bilər cavab? Havanın doyma həddindən uzaqlaşması. Təbii ki, 54-cü sualın cavabı A olacaq. Bəs B niyə deyil? Havanın temperatürünün kəskin azalması, azalsa nisbi rütubət artar. Ümumiyyətlə bir şey yadda sabah uşaqlar. Bax belədir, bax. Soyudusa, hə. Soyudu yağış olacaq, yağıntı olacaq. Yağıntı. İstiləndisə isti, onda quraqlaşacaq. Quraq. Bax bu yadda saxlarsanız məsələn aydın başa düşə bilərsiniz. Havanın nisbi rütubətinin azalıbsa, demək hava istiləşib. Havanın temperaturu kəskin azalması, yox artması olur. Yağıntı verən buludların yaranması bu heç azalma deyir rütubəti, ona görə deyil. Havanın doyma həddinə yaxınlaşması bu yəni rütubətin artarsa belə olar. Yağıntı yağma ehtimalının artması yenə də yəni nisbi rütubət azalmaq quraqlıq deməkdir. O baxımdan doğru deyil. Şəlakət çox rahat və aydın bir cavab var. Havanın tam bulutsuz və aydın vəziyyətinə deyilir. Havanın küləksiz tam sakit vəziyyəti doğru cavab deyilir. Bəsaniyə deyil, sinklon mərkəzinə enən hava bu deyil, antisiklonda olur o. Güclü külək deyil, sakit deyil. Antiklonun mərkəzinə qalxan yox, antiklonun mərkəzinə. Bax, antiklonun mərkəzi sözü düzdür, amma qalxan yox enən havadır.
Alçaq yox, yüksək təzyiqdə olur. Çünki antitsiklona mərkəzində şəlakət olur həqiqətən. İl ərzində istiqamətini 2 dəfə dəyişən külək barədə mən sizə danışdım. Demək, şərqi cənub, cənub-şərqi Asiyada yayda okeandan quruya əsən, qışda isə qurudan okeana əsən musson küləkləridir. Bu küləklər ABŞ-ın qərb sahillərində də burada var, yayda belə, qışda əksinə əsir. Demək, bunlar musson küləkləridir. Doğru cavab deyildi. Konkret bir cavabı var idi. O bir variantlara baxmağa ehtiyac qalmadı. 57-ci Sutqa ərzində istiqamətini dəyişən Briz küləklərdə konkret sualları çox da vaxt itirmək istəmirəm. Dərsdə oxumusunuz da, yəni o istənilən dərslikdən siz hansı dərslikdən istifadə edirsiniz, hansı materialdan istifadə edirsinizsə, təbii ki, orada var. Düzgün fikirləri müəyyən edəcəyik. Demək, deyir ki, troposferdə hündürlüyə doğru havanın temperaturu daima artır, yox azalır. 100 metr qalxanda 0,6 dərəcə Selsi azalır. Atmosferin ən sıx və ən aşağı qatı stratosfer yox, troposferdə çıxırıq. Atmosferdə oksigen qazının miqdarı çoxluq təşkil edir. Azot çoxluq təşkil edir. 78% təxminən, oksigen 20,8, yəni 21-ə yaxın idi. Temperatur yüksəldikcə havanın nisbi rütubəti artmır. Temperatur yüksələndə quraqlaşır. Soyuq olanda rütubət artır. Ekvatorial enliklərdə alçaq təzyiq yaranır. Səbəb odur ki, orada qalxan hava şəraiti üstünlüyü təşkil edir ona görə. Yer səthinə buluddan düşən atmosfer yağıntıları, bilirsiniz, atmosfer yağıntıları buluddan və yaxud havadan düşməsinə görə iki qrupa bölünür. Var buluddan düşən, bir də havadan düşən. Buluddan düşən yağıntı növü qar, yağış, doludur. Havadan düşən də buludsuz hava şəraitində yağan, yəni şeh, qrov, sırsıradır. Şeh, qrov, sırsıra harda var? Qrov, sırsıra, şeh. A variantı. 59-a cavabı oldu. Ay, bulut deyir, bağışlayın, bulut deyir. Buluddan deyirsə, qar, dolu, yağış. B variantı. Az qala səhv yazacaqdıq. Sonra da dostlarımız oradan deyəcəklər ki, ay müəllim filan sualı səhv yazdım. Belə texniki səhvlər olur da uşaqlar, ola bilər. Hər bir insan texniki səhv eləyə bilər. Az olsa yaxşıdır ancaq. Yer kürəsində neçə alçaq? 3 alçaq təzyiq sahəsi var, 4 yüksək təbii ki. Necədir? İstəyirsiniz mən onun sizə sxemin deyim. Fikrimiz daha aydın olsun. Ekvatorial alçaq təzyiq sahəsi yerləşir. Mülayim alçaq təzyiq sahəsi biri şimalda, biri cənubda. Belə çəksək. Yüksək təzyiq sahələrə gəldikdə isə tropik yüksək təzyiq sahəsi var. Bir də belə tropik yüksək sahəsi var. Bir də qütb yüksək təzyiq sahəsi var. Biri şimalda, biri isə cənubda. Dərəcələrinə gəldikdə təxminən ekvatorial təxminən 0 dərəcə, tropiklər təxminən 30 dərəcə. Mülayimlər təxminən, indi buna 20-30 da deyirlər. Desəz top dəqiq olacaq. Bu da 50-60 gedir. 60 da deyə bilərsə, rahat yadda qalsın. 90, 60, bu isə 90. Bu təzyiq sahələrdir. Ekvatorial alçaq, tropik yüksəkdir bunlar. Belə sxemdən istəsəz baxarsınız. Bunlar isə yüksəkdir. Yüksək təzyiqlər plus qoydum. Yəni saysız 3 dənə qırmızıdır. Yəni alçaq təzyiq, 4 dənə yüksək təzyiq. Su və quru səthinin buxarlama qabiliyyətinin intensivliyi asılıdır. Təbii ki, havanın temperaturuna bağlı bir şeylərdir. Yəni, havanın temperaturu yüksək olsa, buxarlanma da güclü olacaq. Bəlkə halda atmosferin, yəni donmuş halda yağıntıları soruşur da bizdən. Burada, məsələn, yağış var, şeh var, çıxırsınız. Yağış çıxırsınız, qar, dolu, qrov. Yəni, mənfi temperaturda yağan yağıntı növlərindən söhbət gedirdi. Ərazinin rütubətlik əmsalı müəyyən edilir. İllik yağıntının miqdarı, bayaqlar ona bağlı suallar vardı. Əmsal bərabərdir, Y böl B deyirlər. Yağıntının illik miqdarını böləcəksiniz, illik buxarlanma. İllik yağıntının mümkün buxarlanma olan nisbəti, yəni ki, bölünməsinə deyilir. Sonra, tayfunların təsirinə daha çox məruz qalan ərazilər. Tayfun nədir və niyə yarar və harada daha çox? Tayfun tufan sözündəndir də. Şərqi, cənubi, cənub-şərqi Asiyada. Şərqi, cənubi, cənub-şərqi Asiyada. Dediyim kimi, bayaq dediyim kimi, musson küləkləri yayda sudan quruya, qışda isə qurudan suya doğru əsir. Bu istiqamətdə belə tərsinə əsir. Yaz payız aylarında bunlarda belə deyək də gərilmə baş verir. Onlar bir-biri ilə hərdən üz-üzə gəlir. Müxtəlif xüsusiyyətli iki tip hava şəraiti və orada demək küləkli yağışlı bir hava şəraiti yaranır. Doğru cavab
variantlara baxaq. Havay adaları ola bilməz. Hind, Çin, Kore yarımadası, Filippin adaları doğruydu. Şərqi Cənub-Şərqi Asiyada da, yəni Labradorun aidiyyəti ola bilməz. Kamçatka odlu torpaq bunları çıxarsınız, variantda çıxarsınız. Daimi küləklər və okean cərəyanı şimal yörəsi sağa, cənub yarımkürəsinin sağa meyl etməsinin səbəbi. Coriolis qanununa görə yer kürəsi fırlanarkən şimal yarımkürəsində hərəkət edən cisimlər hərəkətin sağ tərəfinə, cənub yarımkürəsində hərəkətin sol tərəfinə meylənir. Səbəb yerin kürəsinin öz oxu ətrafında fırlanması nəticəsində yaranan Coriolis qüvvəsi. Doğru cavab E variantı. Şimali quru sahəsinin adiyyəti yoxsa cazibə qüvvəsi, ayın cazibə qüvvəsi qabarma çəkilmə yarada bilir yalnız. Sonra yer səthində atmosfer təzyiqinin qeyri-bərabər paylanması atmosferin sirkulyasiyasını yaradır. Su və qurunun qeyri-bərabər paylanmasının da bu işə aidiyyəti yoxdur. Hansı enliklərdə qar xətti okean səviyyəsindədir? Hansı enlik o qədər soyuqdur ki, yer səthindən başlayaraq. Məsələn, bizdə deyək ki, Azərbaycanı götürsəz, dağlarda 3900 təxminən yuxarı metr qalxanda qara rast gəlirsiniz. O hansı enlikdir ki, siz heç dağın ətəyindən yuxarı qalxmağa ehtiyac olmur, elə dağ ətəyindən daha zirvəyə qədər donmuş vəziyyətdə olur. Hansı enlik olar? Təbii ki, ən soyuq enliklər. Qütbə yaxın enliklər 66-cı sualın cavabı A. İllik yağıntının miqdarı bu qədər, buxarlama qabiliyyəti bu qədər. Hiss olunur ki, yağıntı çox azdır, 250 mm. Buxarlama qabiliyyəti 1150 metr. Təbii ki, bura bir quru bir yerdir. Səhra yarımsəhrada da fiziki aşınma olur. Səhra yarımsəhrada yəni bir quru yerdir. Təbii ki, orada da fiziki aşınma daha çox üstün olur. Doğru cavab deyil. Zirvədə daimi qar və buzlaqların olduğu dağlar. Elə bir dağ seçin ki, o dağın yerləşdiyi ərazinin iqliminə görə o qədər hündürlüyü ola bilsin ki, yüksəlsin. Zirvə hissəsində qar buzlaq əmələ gəlsin. Təbii ki, hündür bir dağdan söhbət gedə bilərdi. Himalay, Pamir, Tian-Şan. Hər üçü bilirsiniz, bəlkə bu hissələrdə demək çox böyük hündürlüyə malik olan dağlar idi buralarda. Apalaç aşağı hündürlüyü var, su ayrıcı çox aşağıdır, əjdaha, drakon, bunlar alçaq dağlardır. Onlar da bu səbəbdən də qar xətti ola bilməz. Yerləşdiyi ərazisi, iqlimi istidir, dağın özü alçaq. Təbii ki, elə bir dağda qar xətti ola bilməz. Sonra 69-cu yağıntının düşmə ehtimalının daha yüksək olduğu nisbi rütubətli göstərsin müəyyən. Təsəvvür edin ki, hava bir çəndir. Sizə sual veriblər ki, bu çən 98-2% bir halda daşır. Digər halda ən aşağı adətən 43 halda da başqa bir çən var. O da 43% dolub. İndi bu çənlərdən hansının daha suyunun tez daşmaq ehtimalı var? Təbii ki, hansının faizi çoxdur. İndi burada 92% nisbi rütubət varsa, o demək ki, hava artıq doyma həddinə, yəni 100%-ə çatır. 100% çatanda təbii ki, sanki daşacaq, yəni yağıntı yağacaq. Ona görə doğru cavab odur. Təbiətdə suyun dövranını təmin edən proseslər. Təbiətdə suyun dövranı təmin ona görə baş verir ki, su bir xası formadan o digərinə keçir. Yəni su buxarlanır, mayədən buxar halına keçir. Sonra buxar halında olan suda soyuqlaşanda kondensasiya olub suya qayıdır. Bu beləcə bir dövrə əmələ gəlir. Kondensasiya ilə, buxarlanma ilə kondensasiya təbii ki, doğru cavab olacaq. Eroziya dağ sıxılarının aşınması da adiyyəti yoxdur. Dəniz dalğalarının sahil zonasına çarpılması abraziyadır. Denudasiya dağların hamarlaşmağıdır. İqzarasiya buzlaq fəaliyyəti. Yəni bunlar məsələyə aidiyyəti olmayan anlayışlardır. İllik yağıntının və mümkün buxarlamanın miqdarını bilərək nəyi hesablamaq? Rütubətlənmə göstəricisi. Məsələn, sizə deyərəm ki, məsələn, Saatlı rayonunda, ümumən Aran bölgəsində yağıntının illik miqdarı, mən İcra Hakimiyyətinin saytında bu məlumatı görmüşəm. Dəqiq olsun deyirəm. Onsuz da bildiyimiz bir məlumatdır. 300 mm yağış, 1200 mm buxarlama qabiliyyəti var. Bizdə bu o deməkdir ki, 0,25 demək əmsal var. Bu o deməkdir ki, yağıntının miqdarı buxarlama qabiliyyətindən 4 dəfə azdır. Biz yağıntını da bilsək, buxarlama qabiliyyətini də bilsək, onda bilərik ki, ərazinin nəmişlik dərəcəsi nə dərəcədədir? Rütubətlik əmsalını bilmək olar. Birin o birine bölərsən hesablayarsan. 72 sual. Buxarlama qabiliyyəti yer səthindən müəyyən temperatur şəraitində buxarlana bilən rütubətin miqdarına deyilir. Yəni ki, bu temperatura görə nə qədər su buxarlanması mümkün olacaqsa, ola bilərsə,
ona buxarlanma qabiliyyəti deyil. Hündürlüyə qalxsan temperaturun azalması bu aidiyyəti yoxdur. Yağıntıların buxarlanmaya olan nisbəti rütubətlənmə misalı adlanır. Okean səthində buxarlanan suyun miqdarı sadəcə buxarlanmadır, qabiliyyət deyil. Quru səthində buxarlanan suyun miqdarı da yenə də qabiliyyət deyil. Maksimal miqdarına qabiliyyət deyil də, maksimal olsa hə olardı. 73-cü sual. Deyir ki, tropik enliklərdə skalıq temperatur amplitudunun böyük olmasının səbəbi, çünki bayaq mən sizə dedim ki, havada bulud olmayanda gündüz çox istilənir, gecə çox soyur. Nəticədə çox böyük temperatur fərqi əmələ gəlir. Həmin o temperaturun fərqinə də amplitud deyilir. Doğru cavab təbii ki, temperaturun sutqa ərzində çox fərqlənməsidir. Buludluğun temperatur da ona görə çox fərqlənir ki, buludluq az olur. Bulud da ona görə az olur ki, tropikdə enən hava isti quraq hava şəraiti yaradır. A variantı doğrudur. Havanın qalxan hərəkəti temperatur buludlu yağıtlı hava şəraiti yaradar, buludlu olar və onda bu zaman sutqalıq amplitudu çox olmaz. Havanın enən hərəkəti düzdür, yerli küləyin aidiyyəti yoxdur. Alçaq təzyiq qalxan hava olur, burada yağıntılı olur. Fiziki aşınma nəticədir, səbəbdir. Belə. Çay şəbəkəsində ümumiyyətlə məsələyə aidiyyəti yoxdur. Yer kürəsində ən soyuq sahənin şimal yoxsa cənub qütb dairəsi daxilində yerləşməsi səbəbini soruşur. Cənub qütb dairəsinin daxilində uşaqlar bax burada quru sahəsi yerləşir. Çox böyük Antarktida qurusu yerləşir. Antarktida qurusu da belədir ki, yəni kifayət qədər də hündürlüyü var. Yəni mütləq hündürlüyü çox olan bir quru sahəsi. 2000 metr Antarktidanın orta hündürlüyü. Bilirsiniz ki, temperatur hündürlüyə qalxanda da azalır axı. 1000 metr qalxanda 100 metr qalxanda 0.6 dərəcədir. 1000 metr qalxanda 6 dərəcə temperatur fərqi yarana bilir. Antarktidanın mütləq hündürlüyü 2000 metrsə, bu o deməkdir ki, elə nədir? 12 dərəcə temperatur təxminən elə buna görə soyuq olar. Bir də ki, quru sahəsində bilirsiniz ki, suya nisbətən daha soyuq olur. Kəskin olur da, iqlim kontinental olur. 75-ci sual. Havanın sutqalıq temperatur amplitudu yüksək olarsa, onda nə baş verər? Bol yağıntı düşə bilməz. Yüksək amplitudu olubsa, demək bulud olmayıb. Hava buludsuz olmuşdur demək. Doğru cavab odur. Çünki havanın buludsuz olması amplitudun yüksək olmasının səbəbidir. Səpələrin radiyyəsi buludlu havaya aiddir. Bu zaman amplitud yüksək olmaz. Buludlu yüksək his, gündüz his bunlar çıxır. Bu variantlar aidiyyəti yoxdur. 76. AB dağlarının mütləq hündürlükləri eyni olsa, onlarda qar xəttinin müxtəlif hündürlüklərdən keçməsinin səbəbi. A və B dağlarının mütləq hündürlükləri eyni olsa, onlarda qar xəttinin müxtəlif olması səbəbi. Baxın, təsəvvür edin ki, 2 dənə dağ çəkirəm. Biri Himalay ekvator tərəfdə, biri də biraz qütbə yaxın. Burada. Təbii ki, bu ekvator tərəfdə olan ərazi isti ərazi olduğuna görə qar hündürdə olacaq. Məsələn, deyək ki, 5000 metrdən təxminən ekvatorda keçir. Amma bu qütbə yaxın ərazilərdə deyək ki, 500-600 metrdən, 1000 metrdən sonra artıq siz dağa rast gələcəksiniz. Çünki burada hündürlük elə də çox deyil ona görə. Daha doğrusu soyuqdur. Ərazi soyuqdursa qar artıq aşağıda olacaq. Burada səbəb odur ki, müxtəlif coğrafi uzunluq yox, enlik ola bilər. Cənub-şərq aidiyyəti, şimal-şərq aidiyyəti. Yəni heç müxtəlif coğrafi enliklərdə yerləşməsi təbii ki, səbəb olacaq. Çünki müxtəlif enlik olanda da müxtəlif temperatur olur da o səbəbdən. Biraz dolayı elə bil sanki dedi cavabı. Temperatur müxtəlif olmasıdır səbəb. Temperatur da niyə müxtəlifdir? Çünki enlik müxtəlif olur. Ekvator enliklərdə isti olur. Yuxarı getdikcə, qütblərə yaxınlaşdıqca soyuqlaşır. Onu deyir. Sonra AB məntəqələrin ümumi cəhətləri odur ki, coğrafi koordinat eyni olsa, onda axı bunların birdən fərqlidir, bu ola bilməz. Qütblərdən olan məsafələri eynidir. Çünki eyni paralelin üstündədirlərsə, buradan bura nə qədərsə, bu da o qədər olar 2. Eyni istilik qurşaq, çünki iqlimə aid olan hadisələr paralel boyunca gedir. Eyni istilik qurşaq olacaqlar təbii ki. Yerli vaxtı eyni ola bilməz, çünki meridianları fərqlidir, bunu çıxarır. Eyni təzyiq qurşağında da yerləşə bilərlər. 2, 3, 5. İqlimə aid olan qurşaqlar coğrafi enliyə görə gedir, yəni. Bunlarda da enlik eynidir, yəni iqlimə aid olan istilik qurşaqları, işıqlanma qurşaqları, təzyiq qurşaqları bunlar eyni olacaq. 205 isə doğru cavab 77-də A. 78. Yağıntının illik miqdarı asılıdır. Bir ərazidə yağıntının çox və ya az düşməsinin, bir il ərzində çox və ya az düşməsinin nədən asılıdır? Ərazinin coğrafi enlikdən. Məsələn, tutaq ki, sən danışırsansa ki, ekvatorial ərazidən burada yağıntı miqdarı çox olacaq. Tropikdən danışırsansa az olacaq. Mülayimdən danışırsansa çox olacaq. Qütbdən danışırsansa az olacaq. Yəni enliyə bağlıdır.
Asılıdır ki, hansı enlikdə yerləşirsən. İkincisi, dəniz və okeanlara yaxınlıq. Əgər bir ərazi dənizə yaxındırsa, məsələn, Avropanın qərb sahilləri kimi, Fransa, Britaniya kimi, orada yağıntının miqdarı çox olacaq. Yox, aralaşanda materikin mərkəzi hissəsindən gələndə yağıntının miqdarı azalacaq. Çünki buxarlanmanın mənbəyi okeandır da, rütubət okeanda rütubətlənir, külək onu quruya gətirir. Əgər sən materikə okeana yaxınsınsa, rütubət də çox olacaq. Məhəllin torpaq örtüyünün işə də aidiyyəti yoxdur. Hakim küləklərin istiqamətindən. Məsələn, dayandığınız əraziyə quru səthindən külək əsirsə, quraq olar. Okean səthindən əsirsə, məsələn, onda rütubətli olar. Sonra, relyef xüsusiyyətlərinin də təsiri var. Çünki relyefin özünün də yuxarıya qalxdıqca yağıntıya təsiri var. Yağıntı miqdarını dəyişdir. Ra variantı 78-ə cavab. Mesela hava kütlələrinin qarşısını kəsmək xüsusiyyəti var. Alp-Malay sistemi Hind okeana gələn rütubətli hava kütləsinin qarşısını kəsir, materikin mərkəzi hissəsinə buraxmır. Digər tərəfdən dağların özündə də yuxarıya qalxdıqca əksər dağlarda yağıntının miqdarı artır. Var havanın elementləri, bir də var hava atmosfer hadisələri. Havanın elementləri deyəndə havanın temperaturu, təzyiqi və rütubəti konkret başa düşülür. Ona görə bu sual çox... Külək məsələn hadisədir. Buludluq hadisədir. Sonra yağıntı hadisədir. Rütubətlik, təzyiq, temperatur, bu isə havanın elementləri. Doğru cavab 79-da D olur. 80 cavab. Yayda bol yağıntı alana görə fikir versəz, çox böyük ehtimal ki, burada musson iqliminə malik olan ölkələr bir tamam verilib. Vietnam burada siyasi xəritədə baxa bilərsiniz. Laos biraz aşağısında. Sonra Filippin burada adalar ölkəsidir. Bir də Yaponiya adalar ölkəsi. Bayaq dedim ki, şərqi cənub, cənub-şərqi Asiyada yayda musson küləklərin təsir nəticəsində külək okeandan quruya əsir deyə bu ərazilərdə bol yağıntı alır yaylar. Burada yayda, yay yazıram bura, yayda bol yağıntı düşür. Verilən ölkələrin hamısı orada yerləşir. Hansı coğrafi obyektlər arasında atmosfer təzyiq fərqi böyük olar? Demək, belə bir qayda keçmişik də, yuxarıya qalxdıqca atmosfer təzyiqi azalır, enəndə isə artır. Dünyanın ən hündür dağı, demək, yuxarısında təzyiq ən az olacaq. Quru hissənin ən çökə yerdə ölü dənizdir, orada da ən az olacaq. Ona görə də biz götürəcəyik Jomolungma zirvəsi ilə ölü dəniz çökəkliyin səviyyəsi. Doğru cavab B variantı. Qalxan hava axınlarının yaratdığı enliklər. Enliklər məsələsində havanın hərəkəti belədir. Ekvatorial enliklə 0 nədir? Havanın hərəkəti qalxan hərəkətdir. Tropik enliklərdə 30 dərəcə. İndi həm cənub tropikinə aiddir, həm də şimal tropikinə aiddir. Bu tropiklərdən söhbət gedir. Biraz aşağıdan çəkək. Burada enən havadır. Sonra belə 2-dən yazaq. Sonra mülayimlərdə 60 enliklərdir. Yenə qalxan havada ekvator kimi, qütblərdə isə yenə enən havadır. Yenə enən havadır. İndi burada görək hansı enliklərdən danışır? Ekvatorial və mülayim enliklərdə qalxan hava, alçaq təzyiq sahəsi yaranır. Ona görə də rütubətli, yağıntılı hava şəraiti olur. Keçdiyiniz dərs vəsaitdə nə olubsa da, həmin dərs vəsaitdən ümidvaram ki, o geniş yazılır. Çünki həmin dərs vəsaitlərin hamısında o barədə geniş yazılır. Duman və buludun əmələ gəlməsində fərqli cəhət odur ki, duman yer səthindən yaxın bir sahədə əmələ gəlir. Bulud isə daha yuxarıdır. Bulud səthdən yüksəkdir, duman isə səthə yaxın yaranır. Sadə bir sual idi. Duman yalnız gündüz olur, gecə də ola bilər. Bulud yer səthində yox, yuxarıda, duman aşağıda. Əksinə deyir. Duman yağış, bulud isə qar, dumandan yağmır, yağış buluddan yağır. Duman troposferin üst yox, alt qatlarında olur. Aidiyyəti yox idi. Bu variantları çıxdı. 84. Soyuq atmosfer cəbhəsi üçün səciyyəvi demək olan hadisələr, soyuq atmosfer cəbhəsi üçün səciyyəvi olan əlamətlər. Soyuq havanın isti havanı sıxışdırması yağıntılı buludlu hava şəraiti olur. Görək o barədə nə deyir? Yağıntı ilə bağlı fikirləşin. Bütün cavablarınız yağıntı, isti, quru yox. Soyuq hava kütləsi demək, topa yağışlı bulud ola bilər, bol yağıntı düşər, aydın hava ola bilməz. Demək, bol yağıntı. Yalnız da ləkvarı yox, soyuq hava kütlələri isti havanı sıxışdırar. 2, 3, 5 ilə B variantı doğru cavabdır. 85-ci sual. Cənubi Amerikanın və Avstraliyanın şərq sahələri iqliminə güclü təsir göstərən külək. Baxın, o küləkləri mən sizə göstərəcəm. Passat küləyindən söhbət gedir. Passat küləyi 30 dərəcə tropik yüksək təzyiq sahəsindən 30 dərəcədən. Düzdür. Ekvatorial alçaq təzyiq sahəsindən bu cür əsən küləkdir. Bu cür.
Avstraliyanın bu hissədə şərq sahillərinə, bu hissədə isə Cənubi Amerikanın şərq sahillərinə, burada da Afrikanın sahillərinə təsir göstərir. Söhbət cənub passat küləklərindən söhbət gedir. Passat yazmışdı sadəcə. Qalxan hava kütlələrinin hakim olduğu ərazilər üçün səciyyəvi xüsusiyyət. Hava yuxarı qalxanda uşaqlar, çox yağış yağır. Niyə görə? Səbəb nədir? Çünki yer səthindən yuxarıya qalxan hava atmosferin yuxarı qatları soyuq olur. Yuxarı qatlara qalxanda o soyuyur yuxarı qatlarda. Soyuyanda da hər zaman yağış yağır. Yadda saxlayın. Daha doğrusu yağış yağma vəziyyətinə yaxınlaşır da, indi ola bilər az soyuyar, yağmaz. Yəni bir yerdə yağıntı yağıbsa, onun səbəbi o olub ki, orada soyuma baş verir. Yəni soyuma yağıntının səbəbidir. Buludlu, yağıntı hava temperaturun tutqalıq amplitudunun yüksək yox, çünki bulud olanda amplitud yüksək olmur. Aydın ola bilməz, buludlu olacaq. Buludlu hava yağıntıların çox, səpələn radiasiyanın böyük olması C variantı doğru idi. Tutqundursa niyə az yağıntılı olsun? Tutqundursa niyə düz radiasiya olsun? Tutqundursa niyə düz radiasiya olsun? Çünki tutqun hava, yəni buludlu havadır. Buludlu havada da səpələnən radiasiya olur. Ona görə də səhv idi olar. Yer səthində günəş istiliyinin qeyri-bərabər paylanması asılıdır. Yəni soruşur ki, nəyə görə yer kürəsində günəş istiliyi və işığı qeyri-bərabər paylanır? Səbəb nə ola bilər? Atmosfer təzyiqindən, yer səthinin xüsusiyyətindən atmosfer təzyiqi günəş istiliyinin qeyri-bərabər paylanmasının nəticəsidir, səbəbi deyil. Ona görə də onu çıxarıq. Sonra havanın tərkibin də aidiyyəti yoxdur. Yer günəşdən olan məsafəsinin yenə də aidiyyəti yoxdur. Yerin formasının, günəş şüalarının düşmə bucağı bu doğrudur. Çünki yer kürəsi kürə formasında olduğuna görə günəş şüası ekvatora böyük bucaq altında düşür. Qütblərə getsən günəş şüası düşmə bucağı kiçilir deyə hava soyuqlaşır. Ona görə də D variantı 87-nin təbii ki cavabıdır. Yerin günəş ətrafında hərəkətindən səthin istilik. Bu illik dəyişmədir. Bu aidiyyəti yoxdur. 88-ci sual. 88-də deyir ki, siklon əraziyə, ümumiyyətlə yadda saxlayın ki, antiklonla siklonun burada sxemi vardı. Antiklon çox aydın buludsuz hava şəraiti olur antiklonda. Amma siklon bu çox yağıntılı olur, amma antiklon quraq olur. Əraziyə siklon daxil olubsa, hava çox narahat olacaq. Aydın ola bilməz, temperatur artır, artmaz. Temperatur arta bilməz. Temperatur azalar, bulud artar, yağıntı düşər, külək güclənər. Sonra temperatur və buludluq artar. Ümumiyyətlə istiləşməz, soyuqlaşır. Siklon əraziyə daxil olanda hava soyuqlaşır, buludlu, yağıntılı hava şəraiti formalaşır. İllik yağıntısının miqdarı 89 sualda. 200 mm buxarlanma qabiliyyəti 100 mm olan ərazidə ifrat rütubətlənmə olacaq. Çünki əmsal bərabərdir. Yağıntının miqdarı 200 mm. 100 mm-də buxarlanma qabiliyyəti. Mənası odur ki, yer səthində 200 mm yağış töküldü, onun 100 mm cəmsi buxarlana bildi. Qalan hissəsi isə yerin səthində yaranıb qalıb. Bataqlıq əmələ gəlsə, ifrat rütubətlənmə dərəcəsi formalaşacaq. Doğru cavab D variantı. 90-cı sual. 90-cı sualda deyir ki, qalxan havanın axınının enən hava axınlarına fərqləndirən xüsusiyyəti odur ki, qalxan hava yağıntılı, buludlu hava şəraiti yaradır. Ekvatoriyalı fikirləşin, hardasa təsəvvürünüz aydın olacaq. Yağıntı vermə ehtimalının artıq olması. Digər variantlar görünür ki, heç mənası yoxdur. Günorta vaxtı günəş olan düşmə bucağı bərabər olduğu məntəqələri müəyyən edin. Günəş şüasının düşmə bucağı paralelə görə olur. Burada yalnız M-in məntəqələri eyni paralel üzərində olduğuna görə doğru cavab A olacaq. Çünki bucaq o cür dəyişir. İl ərzində günəş şüalarının daha böyük bucaq altına düşdüyü ərazi soruşursa, təbii ki, ekvatora yaxın olan nöqtələr bizim sualımızın cavabıdır. Burada da K-in ola bilər. Y variantı 92-ci sualda cavabı. 90. Düz radiasiyanın çox olduğu ərazilər soruşur. Bayaq o barədə mən danışdım, amma istəsəz bir də danışaq, çünki aydın olsun fikrimiz. Ekvatorialda, qələmi qalınlaşdırın ki, fikrim aydın olsun. Ekvatorialda demək qalxan hava alçaq təzyiq olur. Çox yağıntılıdır, buludlu olur. Buralar buludlu olur. Bulud işarəsi qoyuram. Tropik enliklərdə enən hava yüksək təzyiq olur. Bura quraq olur. Bura günəş işarəsi qoyaq. Sonra keçdik. Mülayimdə 50-60 enlikdə ekvator kimi yenə də buludlu yağıntılı olacaq. Sonra qütbdə isə şəkil aydın çəkilməli kiçikdir nəsə. Yəni ki, əgər bizdən düz radiasiya istəyirsə, yağıntı olmayan yerləri götürməliyik. O da ki, ya 23-ü götürəcəksiniz, ya da qütbə yaxın ərazi. Qütbə yaxın ərazi verilmədiyinə görə
Tropiklər cavab olar. K ola bilər, A ola bilər, bir də burada S ola bilər. 23 tropik xəttlərdə yerləşir. Kas yazılıb. 93-də cavab deyil. 94-cü sual. Aralarındakı temperatur fərqinin daha böyük olduğu məntəqə. Biri dağın ən hündür yerini götürür, bir də ən aşağı yeri. Onda çox böyük fərqlənəcəkdir temperatur. Bir MP olacaq burada təbii ki, doğru cavab. Çünki biri dağın lap yuxarısında yerləşir, biri isə lap aşağıda yerləşir. MP, Y variantı 94-cü suala cavabdır. 95-ci suala bax. Havanın qalxan hərəkətinin baş verdiyini. Qalxan hava ekvatorial enliklərdə, bir də mülayim enliklərdə baş verir. A-dır, X-dir, bir də T-dir. D variantı 95-ci sualın cavabı. 96-cı suala baxaq. 96. Qütb ətrafı rayonlarda hətta qütb gündüzləri dövründə belə havanın temperaturu aşağı olması nə ilə izah etmək olar? Çünki günəş şüalarının düşmə bucağı çox kiçik, böyük olsa isti olar, daha ola bilməz. Qütb ətrafında alçaq təzyiq, alçaq yox, yüksək təzyiq var. Heç alçaq təzyiqin dəxli də olmazdı. Günəş şüalarının əksər hissəsinin əks olunması bu düzdür. Çünki kiçik bucaq altında düşür və düşən o günəş şüasının bir hissəsi də demək səth ağ rəngdə olduğuna görə əks olunur. Qütb ətrafı rayonlarda troposfer qatının qalınlığı qalın deyil, nazikdir. Yerin öz ətrafında fırlanma sürətinin kiçik olması. Yəni bu heç qalın olsaydı da aidiyyəti o. Qalın olsa biraz maneəsili çox olardı. Tropiklərdə hava isti olduqda ya nə deyirdim? Deyirdi ki, burada qütb ətrafı ərazilərdə troposfer qatının qalın olmasının səbəbi bu soyuqluğu onunla əlaqələndirirdi. Qalın olsa atmosferin maneə qatı günəş şüasına biraz mane ola bilərdi. Amma elə deyil axı heç. Əksinə nazikdir. 97-ci sual. Deyir ki, tropiklərdə hava isti olduğu halda yüksək təzyiq qurşağının yaranmasının səbəbi odur ki, ekvatordan qalxan hava tropiklərdə aşağıya doğru enir. Enən havanın üstün olması axınların üstünlük təşkil etməsi səbəbi. Çünki enən hava yer səthinə sanki bir baskı yaradır. Nəticədə yüksək təzyiq formalaşdırır tropik enliklərdə. Yəni təxminən 30 dərəcə, 20 dərəcəli enliklərdə. 98-ci suala baxırıq. 4500 metr yüksəklikdə olan alpinistlərə məlum oldu ki, havanın temperaturu 0 dərəcə Selsidir. Dağın ətəyində okean səviyyəsində havanın temperaturunu müəyyən edin. Əgər 4500 metr yuxarı, alpinist dağın zirvəsindədir. Dayan, istəyirsiniz sağ tərəfdə bu hissədə qaralamada yazaq. 4500 metr, təsəvvür ki, bir dağdır belə. 4500 metr yüksəklikdə olan alpinistə məlum olub ki, burada havanın temperaturu 0 dərəcəsidir. Bizdən soruşur ki, 0 səviyyədə nə olacaq? Çox sadə. Fikirləşirik ki, bu 0 metr səviyyəni soruşur da bizdən. Düşünürük ki, demək, buradan bura nə qədər fərq var? 4500. 1000 metr qalxanda atmosfer təzyiqini soruşdu. Temperatura. 6 dərəcə temperatur azalır. Enəndə isə artır. Qalxanda azalır, enəndə artır. Onda burada 4500 metr fərq var idisə, 4500 metr. Fikirləşirik ki, 4 dənə 1000 nə qədər? 4 dənə 1000 6 vur 4 eləyər. Plus. Burada 500 qalmışdı. 1000 6 idisə 500 də onun yarısı qədərdir də. 500 eləyəcək 3 dərəcə. Çünki 1000 metr, bayaq dedim, 1000 metr qalxanda 6 dərəcə düşür. 500 bunun yarısı qədərsə, onda 3 dərəcə. Oldu 27 dərəcə. Demək ki, bu ətək ilə zirvənin arasında 27 dərəcə fərq varsa, zirvədə də temperatur 0-dırsa, ətək olacaq 0 plus 27. Bərabərdir 27 dərəcə Selsi. Doğru cavab 27 dərəcə Selsi. D variantı. 98-ci sualın cavabı idi. 99. A nöqtəsində atmosfer təzyiqi 760 demək. A nöqtəsində atmosfer təzyiqi 760 millimetr civə sütunu bura qeyd edirəm. Havanın temperaturu isə nə qədər? 10 dərəcə Selsi, onu da qeyd elədim. Soruşur ki, B nöqtəsində atmosfer təzyiqi 460 millimetr civə sütunu olarsa, təzyiqə 460 dedi. Olarsa, dağın mütləq hündürlüyü və B nöqtəsində havanın temperaturu müəyyən edin. Baxın, burada fikirləşirik ki, 760-dan çıxırıq 460-ı, alınır 300 metrə. 300 millimetr civə sütunu atmosfer təzyiqi fərqlənməsi alınır. Biz də keçmişik ki, 10 metr qalxanda 1 millimetr civə sütunu təzyiq düşür. Əgər 1 millimetr civə sütunu 10 metr isə 300 millimetr civə sütunu 3000 metr eləyəcək.
Demək dağın ətəyi ilə zirvəsi arasındakı fərq 3000 metrdir. Dağın ətəyi 760 mm civəsi tutsa təzyiq. Ora okean səviyyəsi. Çünki okeanın səviyyəsində elə olur. 3000 metrdə qalxsaq dağın mütləq hündürlüyü, yəni 0,3000 alınar. O da 3000 metrdir. Demək ki, dağın hündürlüyü 3000 metrdir. Buranın qiyməti bu hissənin 3000 metrdir. Bunu tapdıq. 3000 metr var. Sonra deyir ki, temperatura çevirir. İndi 3000 metr dağın ətəyi ilə zirvəsinin arasında fərq var axı. 1000 metr 6 dərəcə isə 3000 eləyəcək 3 vur 6, yəni 18 dərəcə. İndi biz dağın yuxarı hissəsində temperatur tapırıqsa, ətəkdə 10 dərəcə olduğuna görə 10 çıx 18 olacaq -8 dərəcə Selsi. Doğru cavab 3008 B variantı. Sonra 100-cü sual. Dağın yamacında A nöqtəsində havanın temperaturu 11 dərəcə Selsi. B nöqtəsində isə bir dənə dağdır deyir. Onun iki yamacı haqqında danışır. Biri A nöqtəsidir, biri də daha doğrusu B nöqtəsidir. O digəri isə A nöqtəsidir. Deyir ki, demək, dağın yamacında A nöqtəsində havanın temperaturu 11 dərəcə Selsi, B nöqtəsində 26 dərəcə Selsi. Soruşur ki, burada hündürlük fərqini tapıb çox asan bir sualdır. 26-dan çıxarıq 11-i fərqi taparıq 15 dərəcə. Düşünərik ki, bu 15 dərəcə nə qədər fərq deməkdir? Əgər havanın temperaturu 15 dərəcə fərqlənibsə, demək, bunu çəkim biraz yuxarı, rahat yazaq. Demək, o qədər fərqlənibsə, 15-in daxilində 2 dənə 6 dərəcə var. 2 dənə 6 dərəcə eləyər 2 vır 1000. Çünki 6 dərəcə 1000 metr eləyir də, olacaq 2000. Elə birbaşa yazıram 2000. Çünki 2000 metr qalxsaq, bunun 12 dərəcəsiz getdi. Qalır burada 3 dərəcə. Bilirsiniz ki, 6 dərəcə 1000 metr isə 3 dərəcədə eləyəcək 500 metrə. Üstə gələcək 500 metrə. Olacaq 2500 metrə. Demək, bu arada 2500 metr fərq var. Doğru cavab B. 100-cü sualın doğru cavabı da B idi.